Demək olar ki, hər bir universitetdə bu sual var idi. Bakı Dövlət Universiteti çıxış edəcək. Bakı Dövlət Universitetinə azarkeşlər buradadır. Bakı Dövlət Universitetinə belə marağın nədən qaynaqlandığını əslində biz özümüz də bilmədik. Gəlin görək, Bakı Dövlət Universiteti öz çıxışı ilə bu maraqları həqiqətən heyranlığa çevirə biləcəkmi? Çıxış edir Bakı Dövlət Universitetinin KVN komandası. Alqışlarınızla. Oppan Gangnam Style. Gangnam Style. Salam, sizi qarşılayır Bakı Dövlət Universitetinin KVN komandası. Gangnam Style. Hop, hop. Neysə, təsəvvür edin. Avtobus dayanacağında bir hadisə. Ay, ağcı qanat dişlədi. Köpək oğlu ağzının dadını bilir də. Xəstə qurbağa, xəstə. İndi isə bizim növbəti miniatüramız yol hadisəsi. Qabaqda saxla zəhmət olmuş. Serjant Talbov, sənədlərinizi. Bağışlayın cavab naziri, üzr istəyirəm. Yo, cərməni yazın, narahat olun. Yo, siz mənə bağışlayın cavab naziri, buyurun. Narahat olmayın, narahat olmayın. Mən hansı qaydanı pozmuşam, ona görə cərmə yazın, narahat olmayın. Qurban olum cavab naziri, bırakın beni gedim. İndi isə təsəvvür edin, məxfi agentlər Azərbaycanda. Ne diyorsun? Dədəm dedi ki, saat 12-də evdə olmalıyıq. İndi isə təsəvvür edin, Azərbaycan televiziyasında verilişlərin biri. Bəli, mən sizə 10.000 manat pul təşrif edirəm və siz bu qara qutunu açmırsınız. Qara qutu. Mən sizə 15.000 manat təşrif edirəm. Qara qutu. Mən artıq sizə 25.000 manat təşrif edirəm. Qara qutu. Bu maksimal məbləğdir. Mən 50.000 manat və siz bu qara qutunu açmırsınız. Qara qutu. Bu sizin son qərarınızdır. Qutu. Təbriklər və siz avtomobil qazandınız. Qara qutu. İndi isə təsəvvür edin, Azərbaycanlı futbolçular müharibə zamanı. Tərlan, bu tərəfə yox, o tərəfə. Azərbaycan kinoteatrlarında bütün yerlər öpüşmək üçündür. Necəsin ama ne? Nətərsən? Nətərsən ama? Ne o? Yaxşı kino gerdiyəsən. Aa, Jennifer Lopez! Penelope Cruz! Salma Hayek! Vay! Brad Pitt! Onun arvadı Angelina Jolie! Doğum evlərinin birində maraqlı bir hadisə. Az Fatma! Ne oldu? Kızdı!
Necə ilə fərqi var? Qızla oğlan. Qız. Qız, qız. Ama Mehmet, kızın oldu. İndi isə Tısbağaların sevgi hekayəsi. Only you can make all this world seem right. Oh, Hatta Tısbağa, mən bunu istəyirəm. Yes! Hər kəsin həyatında önəmli anlar çoxdur və onlardan biri də valideynlərlə tanışlıq. Valideynler geldi. Uşaqlarım hani? Uşaqlarım. Uşaqlarım. Salam kızım. Ata, ana, tanış olun. Bu benim gelecek hayat yoldaşım Andrey'di. Kimdi? Andrey. Ha, mənim ürəyim tutacaq indi. Az Andreyinə də az. Az mən indi millətə deyim ki, qızımı Andreyinə verirəm. Ata, sen xəbərin var ki, onun atası Gazprom'un direktorudur. Həri, xileb də sol baçuşki, xileb də sol. Sizinle bir yerde Bakü Devlet Üniversitesi'nin Kamen komandasıyla. Just met you, and this is crazy, but here's my number. Səsvermə başa çatdı. Gəlin səsvermənin nəticələri hesablanana qədər biz iştirakçılarla kiçik bir müsahibə götürək. Başlaya bilərik. Elə birinci başlayan komanda Bakı Dövlət Bakü Devlet Universiteti. Üniversitesi. Yazım. Öz ürək sözlərini həm tamaşaçılara, həm iştirakçılara kimi bəyəndin, kimi bəyənmədin, kimdən xoşun gəldi? Ürək Həyəcanlı sözləri bölüş zəhmət bizdən, olmasın. buyur. Birinci növbədə hamını salamlayıram. Çox sağ olun ki, gəlmişsiniz. Çox sağ olun. Dəstəklədiniz bizi. Təşəkkür edirəm. Uşaqlara uğurlar arzu eləyə bilərəm. Daha yeni nailiyyətlər əldə eləməyi arzulayıram. Əlbəttə ki, bəyənməli komandadan birisi Azərbaycan Dillər Universitetidir. Alqışlayaq hamımız onları birlikdə. Afərin uşaqlar. Uğurlar sizə sizin işinizdə. Çox sağ olun. Belə bir maraqlı sual vermədik. Bakı Dövlət Üniversitetindən soruşmadım. Misal üçün, tutaq ki, siz qalib gəldiniz. Kimi dəvət edəcəksiniz partiya? Hansı universiteti? Kim cavablandırmaq istəyir sualı? Buyurun, Kazım. Biz bu barədə çox fikirləşdik və qərara gəldik ki, birinci növbədə sizi dəvət edəcəyik. Aparıcı kimi. Mən qaldım. Sonra da bütün komandaları dəvət edəcəyik. Əlbəttə ki, hamı bizdən bir yerdə. Çox ben məmnuniyyət hissilə Çox sağ olun. gəlib iştirak eləyəcəm.